Bilirsiniz, futbolda elə rəqabətlər var ki, nəsillər boyu davam edir. Amma bəziləri də var ki, sanki bir anda qeyri-mümkün bir hadisədən yaranır. Elə bu gün futbolun ən qəribə, ən müasir rəqabətlərindən birindən, Verona derbisindən danışacağıq. Hər şey, bilirsiniz, bir təhkirdən başladı. Şəhərin böyük, köklü klubu Hellas Verona azarkeşləri öz kiçik qonşuları Kiyevonu bax beləcə ələ salırdılar. Yəni onlara görə Kiyevonun A seriyasına çıxması, bu eşşəklərin uçması kimi bir şey idi. Absurd, qeyri-mümkün. Amma bilirsiniz də, futbol elə bir oyundur ki, mümkünsüz deyə bir şey yoxdur. Və 2001-ci ildə Kiyevo həqiqətən də A seriyasına yüksəldi. O lağlağı, o istehza bir anda reallığa çevrildi. Və bəli, eşşəklər sözün əsl mənasında uçdular. Yaxşı, bəs necə oldu bu? Gəlin, bu inanılmaz hekayənin içinə girək və görək bir şəhəri ikiyə bölən bu rəqabət necə alovlandı. Deməli, tarix 18 noyabr 2001. Hər şeyin başladığı o gün. İki Verona klubu İtaliyanın ən yüksək liqasında ilk dəfə üz-üzə gəlirdi. Və bu sadəcə bir futbol oyunu değildi, yox. Bu, əsl tarixi bir an idi. Təsəvvür edin, stadion ağzına qədər dolu. Heç kimin gözləmədiyi bir halda liqaya liderlik edən Kiyevo əvvəlcə möhtəşəm bir voley zərbəsi, sonra da penaltı ilə hesabı 2-0 edir. Bütün Verona şokdaydı. Yəni o balaca klub bölük qardaşını resmən diz çöktürürdü. Amma Hellas, onlar asanlıqla təslim olanlardan deyil, əsla. Fasiləyə az qalmış, onlar da bir penaltı qazandılar və fərqi 1-ə endirdilər. İkinci hissə üçün gərginliyi artıq tavana vurmuşdu. Stadiondakı ab-hava isə elə bil partlayacaqdı hər an. İkinci hissə başlayır və bütün oyunun axarı bir anda dəyişir. Kiyevonun ən yaxşı hücumçusu qırmızı vərəqə alıb oyundan atılır. 10 nəfərlə qalan komanda dəhşətli bir təzyiq altına düşür. Və salam, bütün üstünlük keçdi Hellasın tərəfinə. Və sonra o fəlakət anı gəldi. Hellasın bir hücumu zamanı top Kiyevo müdafiəçisinə deyib öz qapılarına girdi. Bu avtogol təkcə hesabı bərabərləşdirmədi, elə bil Kiyevonun ürəyini yerindən söktü. Və inanarsız, cəmi 2 dəqiqə sonra Hellas o inanılmaz geri dönüşü tamamladı və oyunu 3-2 qazandı. Nağıl faciə ilə bitdi, amma bu rəqabətin sadəcə başlanğıcı idi. Yaxşı, bir dəqiqə. Bir oyun necə bu qədər mənalı, bu qədər gərgin ola bilər axı? Bunu anlamaq üçün gəlin klubların özlərinə, onların tarixinə və kimliyinə bir baxaq. Çünki bu sadəcə iki futbol klubunun davası değildi, yox. Bu, iki fərqli dünyanın, iki fərqli kimliyin toqquşması idi. Fərqə bir baxın, yəni bundan daha kəskin ola bilməzdi. Bir tərəfdə 1903-cü ildə qurulan, İtaliya çempionluğu yaşamış, şəhərin ürəyi olan Hellas Verona, o biri tərəfdə isə kiçik bir məhəllə komandası olan Kiyevo. Sahibləri milad tortları bişirən bir ailədir və cəmi 16 il əvvəl həvəskar liqada oynayırdılar. Bu, bildiyiniz Davudla Qoyyafın hekayəsi idi, amma futbol meydanında. Və o məşhur ləqəb uçan eşəklər də elə bu təhqirdən doğuldu. Amma Kiyevo A seriyasına yüksələndə hər şey dəyişdi. Kiyevo azarkeşləri isə bu təhqiri götürüb bir şərəf medalı kimi sinələrinə taxdılar. Bütün dünyaya göstərdilər ki, bəli, eşəklər uça bilər. Yaxşı, bəs bütün bu tarix, bu fərqlər meydanda özünü necə göstərirdi? Yəni nəticələr necə idi? Gəlin birbaşa rəqəmlərə baxaq, görək outsider o nəhəngin qarşısında nə edə bilib. Və bax bura, məncə hekayənin ən inanılmaz yeridir. Keçirilən 19 oyunda hər iki komanda tam olaraq eyni sayda qələbə qazanıb. 7, bəli, düz eşitdiniz. 7 qələbə Hellasın, 7 qələbə Kiyevonun. Nəhənglə məhəllə komandası tam bərabər idi. Rəqəmlər ortadadır. 7 qələbə Hellasa, 7 qələbə Kiyevoya. Kağız üzərindəki o böyük fərqə baxmayaraq, yaşıl meydanda onlar bir-birinə tam bərabər idilər. İnanılmazdı, deyilmi? İndi gəlin məsələyə biraz da yuxarıdan baxaq. Çünki Kiyevonun bu uğuru təkcə Verona üçün yox, bütün İtaliya futbolu üçün böyük bir hadisə idi. Kiyevonun sayəsində Verona, Milan, Roma, Turin və Genuya kimi nəhənglərin yanına adını yazdıraraq İtaliyada A seriyası derbisinə ev sahibliyi edən cəmi 5-ci şəhər oldu. Təsəvvür edirsiniz, bu kiçik məhəllə komandası öz şəhərini futbolun elit xəritəsinə salmışdı. Yaxşı, yekunlaşdırsaq, bu derbini bu qədər xüsusi edən nə idi aslında? Bu hekayə bizə nə deyir? Bu sitat məncə hər şeyi mükəmməl izah edir. Məşhur düşmən ailələrin hekayəsinin doğulduğu Verona şəhəri və bu futbol rəqabəti də sanki o tarixi gərginliyin modern bir versiyasına çevrildi.
Ən əsası bu balacanın böyüyə meydan axmasının hekayəsi idi. Kiçicik bir məhəllə komandası özündən qat-qat böyük bir divin qarşısına çıxır və deyir ki, mən də buradayam, mən də səninlə döyüşəcəm. Çünki bu hekayə bizə bir daha xatırladır ki, idman, xüsusilə də futbol təkcə puldan, gücdən ibarət deyil. Bəzən inanc, inadkarlıq və biraz da sehr hər şeyi dəyişə bilər. Və sonda yenə gəlib çıxırıq eyni yerə. Bir lağlağı kimi başlayan ifadə qeyri-mümkünün mümkün olmasının simvoluna çevrildi. Bu hekayə göstərdi ki, bəli, bəzən eşşəklər həqiqətən də uça bilir. Və bütün bu hekayə sonda ağlımızda bir sual qoyur. Niyə zəif olanın, outsiderin qələbə hekayəsi bizi bu qədər cəlb edir, bu qədər ruhlandırır? Bəlkə də cavab sadədir. Çünki hər birimizin içində bir gün uçacağına inanan bir eşşək var.